Salam əziz şagirdlər, mən Sara müəllim. Bugün sizlərlə bir məchulu tənliklər və məsələlər mövzusunun testlərinə baxacağıq. Testlərin izahına keçməmişdən qabaq onu qeyd edim ki, bizim hazırlıq dərslərimiz var. Bu nömrə ilə əlaqə saxlayaraq dərslərimizə qoşula bilərsiniz. İndi isə keçək sualların izahına. Birinci sualda deyir, A-nın hansı qiymətində AX bərabərdir 7 tənliyinin həlli yoxdur. Burada biz iki yolla gedə bilərik. Ya yaza bilərik ki, bax A-nın hansı qiymətində soruşur. Mən yaza bilərəm. X bərabərdir. Buradan X bərabər olacaq 7 bölək A-ya. Biz məxrəcə istənilən ədəd verə bilərik. Məxrəc heç vaxtı 0 ola bilməz. Əgər A 0 olarsa, bu tənliyin həlli deyəcək ki, yoxdur. Və yaxud da uşaqlar məntiqlə belə baxın da. Məsələn, mən A-ya AX bərabərdir 7 tənliyində mən A-ya versəm -1. O zaman mən X-a -7 verəcəm. Bu olacaq müsbət 7. A-ya versəm 7. O zaman mən X-a verəcəm 1. Və yaxud da A-ya istədiyim ədəd verə bilərəm. Mən X-a elə ədəd verəcəm ki, bir-birinə vuranda 7 alım. Amma mən A-ya 0 versəm, baxın uşaqlar nə olacaq? Mən 0-ı nəyə vursam 7 eləyər. Elə bir ədəd yoxdur da. Çünki mən 0-ı istənilən bir ədədə vursam 0 alınacaq. Ona görə həmişə soruşanda ki, hansı qiymətində tənliyin həlli yoxdur, A verə bilər, B verə bilər, ifadə verə bilər. Həmişə X-in qarşısındakı ədəd 0 olarsa, biz deyəcəyik həmin tənliyin həlli yoxdur. Məsələn, bu şəkildə də verə bilər. A üstə gəl 3, vuraq X, üstə gələk məsələn 6 bərabərdir 0. Soruşar ki, A-nın hansı qiymətində tənliyin həlli yoxdur. A üstə gəl 3-ü ümumilikdə X-in qarşısında duran bir ifadə, bir ədəd olaraq düşünsək, tənliyin o vaxt həlli olmaz ki, X-in qarşısındakı ifadənin 0-a bərabər olarsa. Buradan da bərabər olacaq -3. Yəni bunu izah üçün yazdım. Hal-hazırki testimizin cavabı əslində 0-dır. Növbəti test suallarında biz bu tip suallarla çox qarşılaşacağıq. Yəni qayda olaraq yadınıza saxlayın ki, X-in qarşısındakı ədəd, ifadə 0 olarsa, biz deyəcək tənliyin həlli yoxdur. İndi burada yenə A-nın hansı qiymətini? Təbii ki, A 0 olarsa, tənliyin həlli olmayacaq. Çünki X-in qarşısında duran ədəddir. Mən 0-ı elə bir ədəd yoxdur ki, həmin ədədə vuranda 5 alım. 0 istənilən ədədə vuranda 0 olur. İndi bu olsaydı AX bərabərdir 0. O zaman A istənilən ədəd ola bilərdi, B də yəni bu 0 olanda A-ya biz istənilən ədədi verə bilərik. İndi keçirik digərinə. Üçüncü sualda tənlik verib, soruşur tənliyi həll edin. Biz tənliyi həll etmək üçün nə edirik uşaqlar? Həmişə X-ları bir tərəfə yığmaq lazımdır. Sərbəst hədləri bir tərəfə, ədədləri bir tərəfə. Baxın uşaqlar, burada biz nəyə diqqət etməliyik? 3x gedir o birisi x-in yanına, 4x-in. 3 4x-in yanına gedəndə işarəsi dəyişir. Görürsünüz, müsbətdir. Olur çıxaq, yəni mənfi. Olacaq 4x çıxaq 3 bərabərdir. Baxın uşaqlar, 1 burada yerində qalır da. İndi mən 5-i 1-in yanına gətirirəm. 1 mənfidir. Mənfi 1 olduğu kimi qalır. 5 1-in yanına gələndə görürsünüz 5 müsbətdir. İşarəsi dəyişir, olur -5. Yəni çıxaq. Daha doğrusu burada x var. Buradan 4x-dan 3x çıxanda x bərabərdir. -1-dən 5 çıxanda, ümumiyyətlə mənfidən hansısa bir ədədi çıxanda toplayıb mənfi yazırıq. Bu olacaq -6. Dördüncü suala baxırıq. Burada olacaq C. Burada da yenə baxın. Buradan onsuz da x-lar bir yerdədir. Bunları toplayanda eləyəcək 12x bərabərdir 24. X da bərabərdir 24 bölək 12. Buradan da x bərabər olacaq 2-yə. Yəni C variantı. 5-ci sual. B ədədi 72-dən 6 dəfə kiçikdir. Bu nə deməkdir? B 72-dən 6 dəfə kiçikdir. Yəni, B bərabərdir 72 bölək 6. Buradan da B bərabər olacaq 12-yə. 6-cı sual.
Dəyişənin hansı qiymətində bu ifadəsinin qiyməti bu ifadənin qiymətindən 90 vahid böyükdür. Uşaqlar, yadınızda saxlayın. Əgər 90 vahid ümumiyyətlə böyükdür deyəndə bu ədəd, birinci ədəd digər ədəddən neçə vahid böyükdür deyirsə, siz nə edirsiniz? Birinci ədədi bərabər eləyirsiniz. Baxın, birinci ədəd və yaxud da ifadə bərabər olur böyükdür deyəndə. İkinci ədəd üstə gələk vahid. Baxın, bunu yadınızda saxlayın qayda olaraq. İndi birinci ədədim verib 2y vuraq, 3y çıxaq 1. İndi mən bərabər eləyəcəm. İkinci ədədim nədir? İkinci ifadə və yaxud da ki, baxın, yazıram y vuraq, 7 üstə gələk 6y. Üstə gələk vahid deyir, 90 vahid böyükdür. Bunu tapmaq üçün təbii ki, vurub açıram. 2y vururam 3y. Olacaq 6y kvadratı çıxaq. Çünki 2 3-ə vurulur, y də y-ə vurulur. Y-i y-ə vuranda y kvadrat edir. Çıxaq, niyə çıxaq yazdım? Çünki burada çıxma var. 2y vururam 1-ə. Eləyəcək elə 2y. Bərabərdir. Yenə y-i 7-yə vururam. Eləyəcək 7y. Üstə gələk y-i 6y-ə vuranda olacaq 6y kvadratı. Üstə gələk 90. İndi bu tip suallarda mən nə edirəm? Ədədləri 90-ı saxlayaq əvvəlcə. Y-ləri bir tərəfə yığaq. İndi burada olacaq 6y kvadratı çıxaq 2y. Baxın, bu 7y bərabərliyin sol tərəfinə keçəndə işarəsi dəyişəcək. Olacaq mənfi 7y. Bax, bu 6y kvadratı da bərabərliyin sol tərəfinə keçəndə qarşısında toplama var idisə olacaq çıxma. Çıxaq 6y kvadratı bərabərdir 90. Baxın, 6y kvadratı 6y kvadratı. Eyni ifadədir. Biri müsbətdir, biri mənfi. Bunlar islah olunur. Qalır mənfi 2y çıxaq 7y. Mənfi 2-dən 7 çıxanda toplanır, qarşısında mənfi yazır. Olacaq mənfi 9y bərabərdir 90. Y də bərabərdir 90-ı bölürəm. Kəsir xəttindən bölək mənfi 9-a. Burada da olacaq müsbəti mənfiyə böləndə eləyir mənfi. Mənfi 10. Yəni 6A variantı. Baxıram 7-ci suala. 7-ci sualda tənbih verib, deyir tənbihi həll edin. Burada uşaqlar nə edirəm? Mötərizənin hər birini vurub açıram. 0.5-i vururam x-a. Olacaq 0.5x. Üstə gəl 0.5-i vururam 3-ə. Eləyəcək 1.5 bərabərdir. 0.8-i vururam 10-a. Eləyəcək 8 çıxaq 0.8 indi vururam x-a 1. Hər bir həddə vururam. Olur 0.8 x. İndi buradan uşaqlar x-ları bir tərəfə yığıram, ədədləri bir tərəfə. Baxın, bu 8x 0.5 x-in yanına gedəndə işarəsi dəyişir. Mənfi idisə olur toplama ilə. Yəni 0.8 ilə gəlin uşaqlar, bax, bunu da sizə izah edeyim. Üstə bax, çıxma idisə toplama olur. 0.da gəlin əvvəlcə yazım. 0.5x üstə gəl 0.8x olacaq. Bərabərdir 8 çıxaq 1.5. Nəyə görə çıxdım? Çünki burada toplama idi deyə bərabərliyin digər tərəfinə çıxma ilə keçdi. 0.5-in üstünə gəlirəm 0.8-i. 5-in üstünə 8 gəlirik. Eləyir 13. 3 yazırıq bir yadda. Baxın, vergülü vergülün altından yazdım. 0-ın üstə 0 gələndə 0 eləyir. Bu 1 də yaddaydı. Vergüldən qabağa yazdım. Görürsünüz, elə hesablayırıq ki, vergüllər alt-alta düşür. Bu da olacaq 1.3x bərabərdir. 8-dən də çıxırıq 1.5-i. İndi uşaqlar, bəziləriniz 8-dən 1.5-i çıxa bilmir. Bunun üçün necə yazıram? Yazıram 8. Bax, görürsünüz 1.5-dir. Bax, 1 tamı tamın altına yazdım. Vergül atdım 10.5. İndi mən 8-in də vergüllə ayırmalıyam ki, vergüllə vergül alt-alta düşsün. 8 tam 0 yazdım.
İndi nə edirəm? 8-dən 1 onluq verirəm. 10-dan 5 çıxanda 5. Burada qalmışdı 7. 7-dən də 1 çıxanda qalır 6. Vergül də vergülün altına yazılır. Olur 6 tam onda 5. Aha, indi buradan x bərabərdir. 6 tam onda 5-i bölürəm 1 tam onda 3-ə. Burada deyiləcək 65-i 13-ə böləndə eləyir 5. Görürsünüz, hər ikisindən eyni vergülü sildim. Nəyə görə? Çünki hər ikisində vergüldən sonra bir dənə rəqəm gəlmişdi. Ona görə bu da eləyəcək 5. Yəni C variantı. İndi baxıram 8-ci suala. Eyni həmin qaydada. Baxın, -2-ni 2x-a vuranda eləyəcək -4x. Yazıram, üstə gələk. Nəyə görə üstə gələk yazdım? Çünki 2 mənfi, 1 mənfi. Bax, qabaqlarında mənfi var. Mənfi mənfiyə vuranda üstə gəl olur, yəni müsbət olur. Olacaq üstə gəl 2, üstə gəl 3-ü 3x-a vururam. 9x üstə gəl 3-ü də vururam 1-ə. Eləyəcək 3. Bərabərdir -10. İndi burada nə edirik? X-lar bir tərəfdə qalır. -4x üstə gəl 9x bərabərdir. -10 yerində qalır. Nəyə görə? Çünki yerini dəyişmədiyinə görə işarəsiz olduğu kimi qalır. 2 -10-un yanına gəlir çıxmayla. Çünki öz işarəsi müsbətdir. 3 gəlir çıxmayla. Buradan mənfi ilə müsbəti toplayanda böyükdən kiçiyə çıxıb böyüyün işarəsini yazırıq. 9 müsbət olduğuna görə 9-dan 4 çıxıb 9-un işarəsini yazıram, yəni müsbət. Bərabərdir. Ondan 2, -10-dan çıxıram 2, çıxıram 3. Bu zaman nə olur? Toplanır, mənfi yazılır. Bu da olacaq -15. Buradan da x bərabərdir -15 bölək 5. Yəni x bərabər olacaq -3-ə. Olacaq A variantı. İndi 9-cu suala baxırıq. 9-cu sualda uşaqlar biz nə edə bilərik? Hər tərəfi 2-yə də vura bilərik. Nəyə görə 2-yə vurmaq istəyirəm? Çünki mən bu kəsri 2-yə vursam, bu məxrəcdəki 2 gedəcək. Bu məxrəcdəki 2-ni getməsi üçün gəlin yazaq. Baxın, amma bir şərtimiz var ki, mən təkcə bu kəsri 2-yə vurub qalanlarını olduğu kimi saxlamıram. Bu kəsri bunu 2-yə vurdumsa qalanlar hamısını bir-bir 2-yə vurmalıyam. Bu olacaq 2-də 2 vuraq. Baxın, 2-yə vurdum. Amma x çıxaq 3-ü mötərizədə yazdım. Əgər mən yazsaydım 2 vuraq, x çıxaq 3, bəzi uşaqlar səhvən belə yazır. O zaman yanlış olardı. Olacaqdı 2x çıxaq 3. Belə olmur. Üstə gələk. İndi bu x-i də 2-yə vururam. Olacaq 2x bərabərdir. Mütləq bu 9-u da 2-yə vurmalıyam. 18. Baxın uşaqlar, bu 2 ilə 2 ixtisar getdi. Qaldı x çıxaq 3, üstə gəl 2x bərabərdir 18. Görürsünüz, daha rahat hesablaya bilərik. X ilə 2x toplayıram 3x bərabərdir. Bu 3 mənfidir. 18-in yanına gedəndə işarəsi dəyişib olacaq müsbət. Yəni 18 üstə gələk 3. Buradan 3x bərabərdir 21. X da bərabərdir 21 3-ə bölürəm 7. Bu da olacaq D variantı. 10-cu sual. 10-cu sualda uşaqlar necə eləyirik? Baxın, mötərizənin içərisində mən hər birini düzgün olmayan kəsrə çevirirəm. Olacaq 2-də düzgün olmayan kəsrə çevirəndə 2-ni 8-ə vurub üstünə 1 gəlirəm. 2-də 17 çıxaq. 8-də 8-i 3-ə vururam, üstünə 3 gəlirəm. 24, 27. Vuraq 2. Üstə gəl, x bərabərdir 12. Adi qaydada, əgər adi kəsirlərin toplanmasını, çıxılmasını bilirsinizsə, bunu da rahat həll eləyəsiniz. İndi mən bu 2-ni məxrəci 8 olan ədədə gətirmək istəyirəm. Yəni 2-ni 8-ə gətirmək üçün mən gərək bu 2-ni 4-ə vuram ki, bu məxrəclər bərabərləşsin. Mən 2-ni 4-ə vursam, ümumi məxrəcim olacaq 8. Mən bu kəsrin məxrəcini 4-ə vurdumsa, mütləq surətini də 4-ə vurmalıyam. 17-ni də 4-ə vuranda eləyəcək 68. Çıxaq, elə 27 də qalır. Nəyə görə? Çünki onun kəsri ilə məxrəci 8 idi. Vuraq, indi vuraq 2. Üstə gəl x bərabərdir 12. İndi burada 2 ilə bu 8 gedir. Burada qalır 4. Məxrəcdə 4 qalır. Surətdə də qalır 41. Üstə gəl
x bərabərdir 12. İndi mən burada nə edə bilərəm? Yenə bax, bayaq tətbiq elədiyim qaydanı burada tətbiq edə bilərəm. Mən baxıram ki, mən bu kəsrin məxrəcindən azad eləmək istəyirəm də. Yəni sadəcə istəmirəm məxrəc olsun. Çünki məxrəc olsa uzun hesablayacağam. Ortaq məxrəcə gətirməli olacağam və s. Onun üçün mən hər bir tərəfi neçəyə vursam ixtisar gedər. 4-lə 4 qalmaz burada. Təbii ki, ən kiçiyə də 4. 4-ə vuranda bu tərəfdə vurulacaq 4-ə. 4x olacaq. Bərabərdir 12-ni də vuracağam 4-ə. Bu halda bu 4 ilə bu 4 ixtisar gedir. Qalır 41 üstə gəl 4x bərabərdir 48. 12-ni 4-ə vurdum, 48 aldım. Buradan 4x bərabərdir 48 çıxaq 41. Nəyə görə çıxdım? Çünki işarəsi müsbətdir ona görə. 4x bərabərdir 7. X da bərabərdir. Bax, x-in qarşısındakı ədəd həmişə məxrəcə düşür. 4-də 7. İndi uşaqlar 4-də 7-ni, indi mən bunu tam hissəyə ayırmalıyam. Çünki bu düzgün olmayan kəsirdir. Çox vaxtı, yəni bu tip sualların cavabını qarışıq ədəd şəklində verir. İndi bəzi uşaqlar düzgün olmayan kəsri qarışıq ədədə çevirməkdə çətinlik çəkir. Bunun üçün nə edirəm? 4-ü 7-ni bölürəm 4-ə. 7-nin içində 4 neçə dənə yerləşir? Bir dənə. Bu 4 olduğu kimi məxrəcdə yazılır. Bəs yaxşı, 7-ni 4-ə böləndə qalıq neçə qalır? Qalıq 3 qalır. Qalığı da yazıram sürətə. Bu da eləyəcək 1/4-də 3. Yəni D variantı. Aha, baxıram 11-ci suala. Baxın uşaqlar, tənliyin köklərindən biz bunu diskriminantla da həll edə bilərik. Və yaxud da Viet teoremindən də yaza bilərik. Diskriminantla həll eləsək çox uzun gedərik. Bu tip suallarda baxın, görürsüz x kvadratın qarşısında ədəd yoxdur. Ona görə mən bunu Viet teoremindən həll edirəm. Viet teoreminə görə tənliyin kökləri cəmi, bax kökləri cəmi. Baxın, belə izah edin. Bu ikinci gələn ədəd var, x-in qarşısındakı ədəd. Həmin x-in qarşısındakı ədədin əksinə bərabərdir. Həmin düsturdan istifadə eləsəm, bu tənliyin kökləri cəmi nə olacaq? Bu x-in qarşısında neçə dayanıb? 1 dayanıb da, o da yazılmır. 1-in də əksi neçədir? -1. Sonra x1 vuraq x2 isə bərabərdir. Baxın, buradakı sərbəst ədədə. Mənfidirsə mənfisinə, müsbətdirsə müsbətinə. Mən də bura yazıram -6. İndi uşaqlar, hansı ədədi bir-birinə vursam -6 eləyər? -2-ni müsbət 3-ə vursam, -3-ü müsbət 2-yə, -1-i müsbət 6-ya, -6-nı müsbət 1-ə vursam. İndi bu ədədlərdən bu tənliyin köklərindən biri -1, biri 6 və yaxud da biri -6, biri müsbət 1 ola bilməz. Nəyə görə? Çünki mən bilirəm ki, bunların eyni zamanda cəmi -1 eləməlidir. Heç, yəni 6 ilə 1-in cəmi heç vaxt -1 eləməz. Bu gedir. Sonra gəlir -2 ilə -3, -3 ilə -2 olduğu hal. Tənliyin köklərindən biri -2, biri müsbət 3 olsa, bu olacaq -2 üstə gəl 3. Bu zaman mənfi və müsbət ədədin toplanması olacaq. Burada bizim qaydamız nə idi? Mənfi və müsbət ədədi toplayanda böyükdən kiçiyə çıxıb böyüyün işarəsini yazmaq lazımdır. Bu zaman olacaqdı mənim tənliyimin kökü müsbət 1. Ona görə -2 və müsbət 3 ola bilməz. Amma -3 ilə müsbət 2 olsa, həqiqətən də hasili -6 eləyir. Cəmi isə -3-ün üstünə 2 gələndə nə olur? Böyükdən kiçik çıxıb böyüyün işarəsi yazılır. Yəni -1. İndi tənliyimin köklərindən biri -3-dür. Digəri isə müsbət 2. -3 və müsbət 2. İndi baxaq görək variantlarda hansı var? Müsbət 3 var, müsbət -2 var. Bunlar ola bilməz. Təbii ki, -3 yoxdur, müsbət 2 var. Deməli, tənliyimin köklərindən biri müsbət 2-dir. Baxıram 12-ci suala. Uşaqlar, 12-ci sualı diskriminantla da həll edə bilərik. Amma mən burada nə edə bilərəm? Mən burada hər birini 9-a bölsəm, burada çevrilmiş tənliyi ala bilərəm. Amma gəlin düsturla eləyək. Bəzi uşaqlar o yolla
gedəndə qarışdırır. Gəlin düsturuna yazaq. Bizim düsturumuz necə idi? Əvvəlcə diskriminantı tapırdıq. Diskriminant bərabər idi. B kvadratı çıxaq 4AC. Bu hardaydı? Yəni AX kvadratı üstə gəl BX üstə gəl C bərabərdir 0 tənliyində biz bu düsturdan istifadə edirik. Baxın uşaqlar, indi mən bu tənlikdə yerinə qoyuram. X diskriminant bərabərdir. B kvadratı. B-nin yerində nə dayanıb burada? -2 dayanıb. Yazıram -2-nin kvadratı çıxaq. Və bu 4 həmişə olur. 4 vuraq. A-nın yerində nə dayanıb? Baxın uşaqlar, bu burada A-dır, burada. Burada A-nın yerinə 9 dayanıb. Yazıram 4 vuraq 9 vuraq. İndi burada C-yə baxın. C-nin yerində nə dayanıb? -7 dayanıb. Yazıram vuraq -7 bərabərdir. -2-nin kvadratı 4 eləyəcək. Çıxaq. İndi uşaqlar, mən çıxaq yox, üstə gəl yazıram. Nəyə görə? Çünki burada çıxma var mənfidir. Bu da 7 mənfidir də. Mən mənfiyə vursam müsbət eləyəcək. Ona görə olacaq toplama. Bunlar da bir-birinə vuranda eləyəcək 252. 4 ilə də toplayanda olacaq 256. İndi uşaqlar, mən tənliyin köklərini tapmalıyam. Tənliyin kökləri x1 və x2-dir. Yazıram x1 bərabərdir. -b düsturumuz belə idi. Üstə gəl, kök altında diskriminant. Bölək 2a. -b-ni uşaqlar belə yadınızda saxlayın. Əgər x-in qarşısındakı ədəd, baxın bu ikinci. Mənfidirsə müsbətini yazırsınız. Müsbətdirsə mənfisini yazırsınız. İndi mən baxıram ki, burada 2x müsbətdir. Ona görə mən yazıram -2. Yəni bərabərdir, x1 bərabərdir. -2 üstə gələk kök altında diskriminant. Diskriminantı mən neçə tapmışam? 256. Yəni kök altında 256. Məxrəcdə də 2 vuraq A. 2 vuraq A neçədir? Baxın 9-dur. 9 bərabərdir. Burada uşaqlar, üzr istəyirəm. Burada baxın 2 mənfi olduğuna görə müsbət deyib mənfi yazmışam. Müsbət 2 olacaq. Nəyə görə? Çünki işarəsi dəyişir. Müsbət 2 olsaydı mən bura mənfi yazardım. Amma mənfi 2 olduğuna görə işarəsini dəyişib yazırıq. Burada olacaq 2 üstə gəl. 256-dan kök 16 çıxır. Məxrəcdə də 2 vuraq 9, 18. Surətdə də 2-nin üstünə 16 gələndə elə 18 eləyir. Birbaşa yazıram. 18 ilə 18 gedir, qalır 1. Tənliyimin birinci kökü 1-dir. Daha doğrusu köklərindən biri 1-dir. Fərqi yoxdur. Ya birinci, ya ikinci. Yəni orada yerləri fərqli də verilə bilər. Yəni onun heç bir əhəmiyyəti yoxdur. Əsas odur, işarələri düzgün olsun. İndi baxıram uşaqlar, x2-ni tapıram. x2 də uşaqlar eyni həmin qaydada tapılır. Sadəcə burada toplamaydısa, x2-də çıxmasını yazıram. İndi görürsünüz, yazacağım 2 çıxaq kök altında 256. O da eləyəcək çıxaq 16-da. 256-dan kök 16 çıxır. Məxrəcdə də 18, 2 vuraq 9. Burada da eləyəcək 18-də 2-dən 16 çıxmışam. Görürsünüz, kiçikdən böyük çıxmışam. Ona görə böyükdən kiçik çıxıb mənfi yazacağım. Yazacağım -14. Bunlar da ixtisar gedir 2-yə. -9-da 7. Demək ki, tənliyimin köklərindən biri müsbət 1-dir, digəri isə -9-da 7-dir. Bu da olacaq A variantı. İndi biz birinci x1-i 1 tapdıq, x2-ni -9-da 7 tapdıqsa, yəni o demək deyil ki, birinci 1 yazılmalıydı, sonra -9-da 7. Bəzi uşaqlar burada çaşırlar, yəni fərqi yoxdur. x2-ni də birinci yaza bilərsiniz, x1-i sonra da yaza bilərsiniz. Əsas odur ki, tənliyin köklərini düz tapmış olasınız. 13-cü sual. 13-cü sualda yenə uşaqlar diskriminantdan istifadə edirsiniz. Və yaxud da hər tərəfi 7-yə bölə də bilərik. 7-yə bölsək. İndi gəlin bunu başqa yolla eləyək. Mən burada nə edirəm? Bunu Viet teoreminə gətirmək üçün çevirə bilərəm. Yəni çevrilmiş tənlik kimi yaza bilərəm. Bu zaman nə olacaq? Gəlin uşaqlar, elə bunu da diskriminantına yazaq. Baxın, yazıram 7x kvadratı. İndi yenə həmin düstur yadımızdadır. Diskriminant bərabər idi. Orada tənliyi də yazmışdım. Düsturda yazmışdım. Onu əzbərləyin. Mən nə edirəm? İndi yazıram b kvadratı. B-nin yerində baxın 1 dayanır. X-in qarşısında 1 var. Yazıram 1-in kvadratı. Çıxaq. 4 vuraq. 4 AC idi də. A-nın yerində 7 dayanır.
C-nin yerində də 8, -8 bərabərdir. 1-in kvadratı eləyir 1. Yazıram üstəgəl. Nəyə görə? Çünki bu da mənfidir, 8 də mənfidir. Mənfiyi mənfiyə vursam olacaq müsbət. Bunları da bir-birinə vuranda eləyəcək 224. Toplayanda da olur 225. Diskriminantım 225'dir. İndi düsturda biz nə edirdik? Əgər x-in qarşısında duran ədəd müsbətdirsə mənfisini yazırdım. Yazıram x1 bərabərdir. X-in qarşısında müsbət 1 dayanıb. Yazıram -1. Üstə gələk kök altında diskriminant. Yəni kök altında 225. 225-dən də kök, gəlin buraya yazım, kök altında 225. Məxrəcdə də yazıram 2 vuraq a. 2 vuraq a-nın yerində 7 dayanıb. 7 bərabərdir. -1 üstə gəl, 225-dən çıxır 15. 2-ni də 7-yə vuranda 14 bərabərdir. -1-in üstünə 15 gələndə eləyəcək 14. Bölürəm 14-ə bərabərdir. Bunlar gedir, qalır 1. Tənliyimin köklərindən biri 1-dir. Digər köküm isə olacaq x2 bərabərdir. -1. Baxın, burada toplamaydı deyə mən yazıram çıxaq 15. Bölək 14. Burada deyəcək, mənfidən hansısa bir ədəd çıxanda toplanıb mənfi yazılır. Olur -16, məxrəcdə də 14. Bərabərdir. 2-yə ixtisar eləyəndə eləyəcək -7-də 8. Deməli, köklərindən biri oldu. Müsbət 1, digər oldu -7-də 8. Yəni, 13 olacaq C variantı. 14-cü sual. Tənliyin kökləri cəmini tapın. Ümumiyyətlə, tənliyin kökləri cəmini uşaqlar necə tapırıq? Baxın, nə edirəm? Mən x-i ortaq vuruq kimi çıxardıram. Və yaxud da uşaqlar, burada 2 yolla gedə bilərsiniz. Əgər düstur yadınızdan çıxıbsa, yazırsınız ortaq məxrəc kimi, daha doğrusu ortaq vuruğu çıxardırsınız. Baxın 14-cü sualda. X-i çıxardıram, yazıram x üstə gələk 4 bərabərdir 0. Buradan x bərabərdir 0, x üstə gələk 4 və bunların hər birini ayrı-ayrılıqda bu tərəfdən yazıram. Bərabər edirəm 0-a. Buradan da x bərabərdir 4 bərabərliyin digər tərəfinə keçir, olur -4. Tənim köklərindən biri 0-dır, digəri -4-dür. Ümumiyyətlə uşaqlar, biz bunu natamam kvadrat tənlik deyirik. Natamam kvadrat tənlikdə C olmur. Biz bilirik ki, normalda tənliyimiz ax kvadrat üstə gəl bx üstə gəl c bərabərdir 0 şəklindədir. Baxırsınız, burada c yoxdur. Deməli, c 0-a bərabərdir. Bu zaman biz düsturdan istifadə edirik. Natamam kvadrat tənlikdə həmişə tənliyin köklərindən biri 0 olur. x1 olur hər zaman 0. x2 isə olacaq. Baxın, bu düsturdur. -b bölək a. Baxın, indi burada b-nin yerində nə dayanıb? 4 dayanıb. İndi yazıram, bərabərdir. -4 bölək. A-nın yerində nədir? 1 dayanıb. 1. O da olacaq -4. Yəni, hər iki yoldan istifadə edərək yaza bilərsiniz. 15-ci sual. 15-ci sualda uşaqlar soruşur ki, tənliyin kökləri cəmini tapın. Burada da yenə 2 yolla gedə bilərsiniz. Gəlin, birinci qaydamını izah edeyim. Məsələn, 3x kvadratı çıxaq 15 bərabərdir 0. Baxın uşaqlar, mən yazıram 3x kvadratı bərabərdir. 15 bərabərliyin digər tərəfə müsbətlə keçir. Olur müsbət 15. Buradan x kvadratı bərabərdir 15 bölək 3. Yəni 5. X da bərabər olacaq kök altında müsbət -5-ə. Nəyə görə kök altında? Yəni baxın, x kvadratından x-a gəlibsə nə olub? Deməli kökün altına salmışam ki, kvadrat gedib. Elə deyil. O zaman 5 də kökün altına salınacaq. Burada da indi deyir köklər cəmi. Köklər cəmi müsbət kök altında 5 ilə mənfi kök altında 5-i toplayanda eləyəcək 0. Bu birinci qaydamız. Digər qaydamı isə düsturla yaza bilərik. Biz burada həmişə bilirik ki, tənliyin kökləri cəmi hər zaman B-nin qarşısında duran ədədə bərabər olur. Biz hər tərəfi 3-ə bölsək, biz baxırıq ki, burada B yoxdur. B hansı olur? Yəni, x-in qarşısındakı ədəd. Görürsünüz, x yoxdur. Deməli, B-si 0-dır. B-si 0-dırsa, təbii ki, tənliyin kökləri cəmi də olacaq 0.
16-cı sual. 16-cı sualda da yenə adi qaydada tənliyi həll edirəm. Mən nə edirəm burada? Baxın, bu 5-də 1 x-i 8-də 3 x-in yanına gətirirəm. Bu olacaq 8-də 3 x çıxaq 5-də 1 x. Görsünüz, işarəsi dəyişdi. Bərabərdir. 4 üstə gəl 6. Nəyə görə üstə gəl yazıram? Çünki burada mənfidir. Bərabərliyin digər tərəfinə keçəndə işarəsi dəyişəcək. Burada tənliyi həll eləyəndə ortaq məxrəci gətirirəm. Bu olacaq 40-da. 40-ı 8-ə bölürəm, 3-ə vururam. Eləyəcək 15x çıxaq. 40-ı 5-ə bölüb 1-ə vururam. Eləyəcək 8x. Bərabərdir 10. Buradan 15x-dan 8x çıxıram. Olacaq 7x bərabərdir. 40-ı 10-a vururam. Baxın, çarpaz şəkildə vururuq. Elə fərz edin ki, onun məxrəcinə 1 dayanır. Biz nə edərdik? Çarpaz şəkildə vurardıq. Sürəti vururam 1-ə, elə olduğu kimi yazdım. Çıxanda onsuz da 7x eləyirdi. 40-ı da vururam 10-a. Eləyəcək 400. X da bərabərdir. 400-ü bölürəm 7-yə. Buradan deməli x bərabərdir yazıram. İndi uşaqlar, biz burada görürsünüz tamla verib. 400-ü bölürük 7-yə. 400-ün içində 7 yerləşir. Bax, 40-ın içində 7 5 dəfə. 5 dənə 7 35. 40-dan 35 çıxıram, 5 qalır. 0-ı düşürürəm aşağı. 50-nin içində 7 7 dəfə. 7 dəfə 7 49. Baxın uşaqlar, bir qalıq qaldı. İndi biz burada nə edirik? Tam neçədir? Bax, 57 aldım. 57-ni yazıram bura. 57 tam. Məxrəcə bu 7-ni yazıram. Qalıq neçədir? Qalıq 1-dir. Qalığı da yazıram sürətə. 57 tam. 7-də 1. Yəni A variantı. 17-ci sualda həmin qayda ilə yazırsınız. Yaxşı, gəlin yazın. Baxın, yazıram 17-ci sualı. Burada nə olacaq? Yenə 2-də 1, 5-də 2-nin yanına gəlir. İşarəsi dəyişir. Olur 5-də 2x, çıxaq 2-də 1x bərabərdir. 2 üstə gəl. Nəyə görə üstə gəl yazdım? Çünki bu 8 mənfidir. 2-nin yanına gəlir müsbət 8 olaraq. Burada toplayanda ortaq məxrəcim olur 10. 10-u 5-ə bölürəm, 2-yə vururam. Eləyəcək 4. Çıxaq, 10-u 2-yə bölürəm, 1-ə vururam. Olacaq 5. Daha doğrusu yanlarında x var. 4x çıxaq 5x bərabərdir. 2 ilə 8, 10. Yenə, baxın, yuxarıda olur mənfi 1x. Mənfi x bərabərdir. Onu çarpaz şəkildə vurulur. 100. Buradan da x bərabərdir. Mənfi 100. Yəni, bu mənfi 100-ün yanına gəlir, x-in yanından. Yəni, mənfi qism müsbət 100-dürsə, müsbət qismdə olacaq mənfi 100. Yəni, bunların işarələri əksdir deməkdir. Bu da olacaq Y variantı. 18-ci sual. 18-ci sualda biz nə edirik? Mötərizəni vurub açıram. X-i x-a vururam. X kvadratı. Üstə gəl. X-i vururam 2-yə. 2x bərabər. İndi gəlin uşaqlar. Burada 3x kvadratını bərabərliyin sol tərəfinə keçirək ki, x-lardan ayrı düşməsin. Çıxaq 3x kvadratı bərabərdir 0. Baxın uşaqlar, x kvadratı, x kvadratı. Görürsünüz, biri mənfidir, biri müsbət. Toplayanda böyükdən kiçiyə çıxıb böyük işarəsini yazıram. Yazıram 2x kvadratı, üstə gəl. 2x bərabərdir 0. Baxın uşaqlar, bu tənlikdə C yoxdur. Sərbəst ədəd yoxdur da. Məsələn, burada 2, üstə gəl 6, üstə gəl 5, 3, 2, 1 ola bilərdi. Yoxdur. Ona görə tənliyimin köklərindən biri hər zaman C-si yoxdursa, əgər 0 olur. Digər tənliyimin kökü isə olacaq mənfi B bölək A-ya. B-nin yerində 2 dayanıb. 2 bölək mənfi 2-yə. Baxın, görürsünüz 2 dənə mənfi burada, mənfi burada. Bunlar olacaq müsbət. Ümumiyyətlə 2 dənə mənfi gördünüzsə, onu birləşdirin. Elə fərz edin, sizə 2 dənə belə bir çubuq veriblər. Birləşdirib siz onu üstə gəl düzəldirsiniz. Harda yan-yana, məsələn, 3 çıxaq mənfi 2 və s. Bu tip sual gördünüzsə, 2 dənə mənfi yan-yanadır. Birləşir, üstə gəl olur. Burada da biri yuxarıdadır, biri surətə aiddir, biri məxrəcdə.
Bu da olacaq müsbət 1. Tənliyimin köklərindən biri 0-dır, biri müsbət 1-dir. Yəni olacaq Y variantı. İndi bunu başqa necə edə bilərsiniz? Başqa da belə edə bilərsiniz ki, ortaq vuruğu çıxardırsınız mötərizə xaricinə. Buradan ortaq vuruq neçə çıxa bilər? Tənliyimi yazdım, hesabladım. Ortaq vuruğum olacaq olsun x. Ola bilər 2x da götürə bilərsiniz, problem deyil. İndi mən x götürürəm. X vuraq, indi x-i nəyə vursam mənfi 2x kvadrat eləyər? Təbii ki, mənfi 2x-a. Üstə gəl, nəyə vursam 2x eləyər? 2-yə. Bərabərdir 0. İndi hər birini ayrı-ayrılıqda 0-a bərabər edirəm. X bərabər olacaq 0. İndi bu birinci yoldur, bu da ikinci yolumuzdur. X bərabərdir 0. İndi mənfi 2x üstə gəl 2-ni bərabər edirəm 0-a. Buradan mənfi 2x bərabərdir mənfi 2-yə. X da bərabərdir mənfi 2 bölək mənfi 2. Burada olacaq x bərabərdir 1. Görürsünüz, eyni qaydada həll edir. Siz buradan 2x-i da çıxarda bilərdiniz mötərizə xaricinə. Yenə eynədə də alacaqdınız. Fərqi yoxdur. Düstur yadınızdan çıxırsa bu qayda ilə gedə bilərsiniz. Baxıram 19-cu suala. Baxın, yenə x-i x-a vururam. X kvadratı çıxaq. X-i 1-ə vururam. X. Bu tərəfdəki 2x kvadratını bərabərliyin sol tərəfinə keçirirəm. Olacaq çıxaq 2x kvadratı. Bərabərdir 0. X kvadratları 1 toplanır. Mənfi 2x kvadratından x kvadratını toplayanda olur. Böyükdən kiçik çıxıram. Mənfi 2-dən 1. Böyüyün işarəsini yazıram. Burada olacaq mənfi 1x kvadratı çıxaq x bərabərdir 0. Burada x1 bərabərdir hər zaman 0-dır. Çünki burada x kvadratı və x varsa, başqa ədəd yoxdursa, biz burada x1-i 0 götürürük. Yəni bu nə deməkdir? Bu ax kvadratı üstə gəl bx üstə gəl c bərabərdir 0 tənliyinin natamam formasıdır da. Görürsünüz, a-nın yerinə burada 1 dayanır. Burada da b-nin yerinə 1 dayanır. Görürsünüz, c yoxdur. C yoxdursa, c hər hansısa bir ədəd olur. Üstə gəl hansısa bir ədəd ola bilərdi, amma yoxdur. Bu olur natamam kvadrat tənlik. Natamam kvadrat tənliyin köklərindən biri hər zaman 0 olur. Digər kökü də olacaq x2 bərabər olacaq mənfi b. Baxın, buradakı kimi mənfi b bölək a. İndi nə yazıram? Mənfi b. Mənfi b-nin yerində nə dayanır? 1 dayanır. 1. Bax, 1 də mənfidir. Bölək a-nın yerində də mənfi 1 dayanır. Mənfi 1 bərabərdir. Mənfilər gedir. Surətdə də məxrəcdə də mənfi var. Amma burada bir dənə də mənfi var deyə bununla birləşəcək bir mənfi yoxdur ki, bunlar müsbət olsun. Ona görə 1 bölək 1 edir. Bu mənfi də qabağa yazılır. Deməli, tənliyimin köklərindən biri oldu 0, biri də oldu mənfi 1. Yəni D variantı. Baxıram 20-ci suala. 20-ci sualda da uşaqlar yenə 3-ü vururam x-a. 3x çıxaq. 3-ü vururam 2-yə. 6 çıxaq. Mötərizə açıram. Nəyə görə? Çünki burada mənfi var ona görə. Mənfi olduğuna görə mötərizə açdım. İndi axırda biləsiniz nəyə görə. İndi 4-ü vururam x-a. 4x çıxaq. Çünki burada çıxma var ona görə. 4-ü də vururam 3-ə. 12 bərabərdir 1. İndi uşaqlar baxın, 3x çıxaq 6 çıxaq. İndi mötərizənin qarşısında çıxma var deyə mötərizənin içərisinin işarəsi tamamilə dəyişir. Müsbətlər olur mənfi, mənfilər olur müsbət. Çıxaq 4x, burada çıxma olduğuna görə olacaq üstə gəl 12 bərabərdir. Bərabərdir yazmayaq, yazaq. Hə, burada x kvadratı olmadığına görə elə yazaq bərabərdir 1. X-lar 1 toplanır. 3x mənfi 4x. Böyükdən kiçik çıxıram. Olur mənfi 1, 4-dən. O da yazılmır. Yazıram mənfi x bərabərdir. 1 olduğu kimi qalır burada. 6 1-in yanına toplama ilə gedir. Çünki burada işarəsi mənfidir. 12 1-in yanına çıxma ilə gedir. Çünki işarəsi müsbətdir. Mənfi x bərabərdir. 1-in üstə 6, 7. 7-dən 12 çıxanda 12-dən 7 çıxıb mənfi yazıram. Olacaq mənfi 5. Bax, mənfi x mənfi 5-ə bərabərdir. Bu zaman x-ın da bərabər olacaq. Görürsünüz, bərabərliyin hər iki tərəfində mənfi var. Bunlar gedir.
olacaq müsbət 5. Bu da olacaq C variantı. Aha, keçək 21-ci suala. Deməli, 21-ci sualda biz nə edirik? Əvvəlcə bu tərəfi yazırıq. 10x üstə gələk 4 bərabərdir. 4-ü x-a vururam. Eləyəcək 4x çıxaq. 4-ü 1-ə vururam. 4 çıxaq 13 çıxaq x şəklində yazıram. Daha sonra nə edirəm? Ədədləri bir tərəfə keçirirəm. X-ları bir tərəfə. Burada olur 10x. Baxın 4x müsbətdir. Bu tərəfə gəlir mənfi ilə. Olur çıxaq 4x. Burada da x mənfidir deyə bərabərliyin digər tərəfinə müsbətlə keçir. Olur üstə gəl x bərabərdir. Burada bir dənə mənfi 4 çıxaq 13 var. Mənfi 4-dən 13 çıxanda toplanır mənfi yazılır. Eləyəcək mənfi 17. Buradakı 4 də bura gəlir. Toplamadır deyə çıxma ilə gəlir. Bu tərəf olacaq deməli 7x bərabərdir. Bu tərəfdə olacaq mənfi 21. X da bərabər olacaq mənfi 3. Burada da cavabımız olacaq Y variantı. İndi baxırıq 22-ci suala. 22-ci sualda da yenə həmin qaydada yazırıq. Baxın 0.8-i x-a vururam. Olur 0.8x. Üstə gələk 0.8-i 6-ya vururam. Yazıram üstə gəl. 0.8-i 6-ya vuranda eləyəcək 4,8 bərabərdir. İndi buranı vurub açıram. 0,16x çıxaq. 4-ü də vururam 0,16. Eləyəcək 0,64. Burada yenə x-ları bir tərəfə yığıram, ədədləri bir tərəfə. 0,8x, baxın, bu 0,6x müsbət olduğuna görə bura mənfi ilə gəlir. Olur çıxaq 0,16x bərabərdir. Bu tərəfdə mənfi 0,64 var. Yenə çıxaq yazıram, çünki 4,8 müsbətdir. Bu tərəfə mənfi ilə gedir. 4,8. Burada 0,8-dən 0,16 çıxırıq. Gəlin çıxaq. Bəziləri bunu çıxmaqda qarışdırır, bəzi uşaqlar. Baxın, mən həmişə çıxarkən vergülün altından yazıram. %16. Baxın, mən bura 8-in yanında bir dənə 0 yaza bilərəm. Burada alt-alta çıxanda 10-dan 6, 4, 7 qalmışdı. 7-dən 1, 6, 0. Bu tərəf olacaq, deməli, 0,64. 0,64x bərabərdir. 2 dənə mənfidir. Toplayıb mənfi yazıram. Bunlar da toplayanda eləyir 5,44. X da bərabərdir. 5,44-ü bölürük 0,64-ə. Burada da olacaq, demək 8,5. Daha doğrusu burada mənfi idi. Çünki biz bunları toplayıb mənfi yazmalıydıq. Bu da olacaq mənfi 8,5. Yəni B variantı. Baxıram 23-cü suala. 23-cü sualda yenə uşaqlar 0,25-i bir dəfə x-a vururam, bir dəfə də 2-yə vururam. Olacaq 0,25x, 2-yə vuranda üstə gəl. 0,5 bərabərdir. 0,5-i indi 2x-a vururam. Eləyəcək 1x, yəni sadəcə x çıxaq 0,5. Yenə x-ları bir tərəfə, ədədləri bir tərəfə yığsam, olacaq 0,25x çıxaq x bərabərdir. Baxın, bu x bərabərliyin bu tərəfinə keçir, 0,5 də digər tərəfə gedir. Bərabərdir mənfi 0,5, baxın buradaydı. Bir də bunu da bunun yanına gətirəndə çıxma ilə gəlir. Çıxaq 0,5 olacaq. Burada x-dan 0,25 x-dan kiçikdir. Ona görə böyükdən kiçik çıxıb böyüyün işarəsini yazıram. Elə bil 1-dən 0,25 çıxıram. 1-dən 0,25 çıxanda qalır 0,75 bərabərdir. X daha doğrusu yanda. Bunları da toplayıb mənfi yazacağım. Olacaq mənfi 1. X da bərabərdir. Mənfi 1-i bölürük 0,75-ə. Burada belə də eləyə bilərik. Mənfi 1 bölək %75. Bu da tərsinə vurulur. Olur 75-də 100. Burada da nə olacaq? 75 ilə 125-ə ixtisar gedir. Burada qalır 4, burada qalır 3. Olacaq
3-də 4 mənfi. Mənfi 3-də 4 o da eləyəcək mənfi 1 tam 3-də 1. Burada da almışdıq. Hə, burada mənfi eləyəcək uşaqlar. Çünki nəyə görə? Axı biz böyükdən kiçik çıxıb böyük işarəsini yazmalıydıq. Demişəm, amma yazmamışam. Mənfi, mənfi. Mənfini də mənfiyə böləndə təbii ki, müsbət eləyəcək. Bu da eləyəcək 1 tam 3-də 1, yəni B variantı. Baxıram 24-cü suala. 24-cü sualda burada biz nə edə bilərik? Gəlin belə eləyək də. Fərz eləyək ki, bunlar hər birinə kəsr kimi baxaq. 4-ün məxrəcinə 1 dayanır. Bu halda nə edirsiniz? Yazırsınız 5-də. Baxın, 5-i 4-ə vurursunuz. Bax, görürsünüz ki, burada məxrəcində ədəd yoxdur da. Bu birisi kəsr məxrəcini həmin ədədə vurub surətdə yaza bilərsiniz. Yazıram 20, 5-i 4-ə vurdum. Üstə gəl, çünki burada toplama var. 1 çıxaq 3x bərabərdir mənfi 2-də x çıxaq 5. Burada yenə bu tərəfi toplayanda olacaq 21 çıxaq 3x. Gəlin yazaq. 21 çıxaq. Baxın uşaqlar, indi isə nə edirəm? Mən çarpaz şəkildə vururam. 5-i vururam x çıxaq 5-ə. Bərabər eləyirəm. İndi burada mənfidir də. Yəni bu mənfini ya 2-yə aid eləyə bilərik, ya da kəsrin sürətinə. Elə mən bu mənfini götürüb bura yaza bilərəm. Bu halda olacaq mənfi 2 vuraq, 21 çıxaq 3x. Burada olacaq 5x çıxaq 25 bərabərdir mənfi 42. Üstə gəl. Nəyə görə üstə gəl yazdım? Çünki bu mənfi bir-birinə vuranda müsbət eləyir. Üstə gəl 6x olacaq. Yenə x-ləri bir tərəfə keçirəm, ədədləri bir tərəfə. Burada 5x qalır, 6x gəlir bura çıxma ilə. 6x bərabərdir. Mənfi 42 bu tərəfdə var idi. Bu 25 də mənfi 42-nin yanına gəlir toplama ilə. İşarəsi yəni dəyişir. Burada böyükdən kiçik çıxıb böyük işarəsini yazıram. Yəni mənfi x eləyəcək bərabərdir. Böyükdən kiçik çıxıb böyük işarəsini yazıram. Bu tərəfdə də burada eləyəcək mənfi 17. Buradan da x bərabərdir. Bax, ikisi də mənfidir. Mənfi ilə mənfi gedir, qalır müsbət 17. Yəni A variantı. Baxırıq 25-ci suala. 25-ci sualda tənin köklər cəmini tapın. Modulda x-dan o vaxt müsbət 6 çıxar ki, yəni ümumiyyətlə bu moduldadsa, əgər mənfi 6-ya bərabərdirsə modulda x, bu modulda mənfi 6-dan da biz bilirik müsbət 6 çıxır. Müsbət 6-dan da moduldan müsbət 6 çıxır. Ona görə kökləri cəmini soruşanda mənfi 6 ilə müsbət 6 təbii ki eləyəcək 0. Ümumiyyətlə sizə modul içərisində hər hansısa bir dəyişən verəndə x hansısa bir ədədə bərabər eləyibsə, soruşursa ki, köklər cəmini tapın, siz həmişə 0 götürə bilərsiniz. Bu da olacaq C variantı. 26-cı sual. Yenə baxın. Burada bir mənfi 5 olacaq x, bir də müsbət 5 olacaq. Bunların da cəmi təbii ki eləyəcək 0. Yəni bu da olacaq 26 Y variantı. 27-ci suala baxırıq. Baxın uşaqlar, deyir 0.7 ilə mənfi 0.7 təniklərdən hansının kökləridir? Baxanda biz burada x kvadratı varsa, təbii ki 49 biz 49 görürük ki, 49 olan variant uyğun ola bilər x kvadratından bir yerdə. Çünki nəyə görə? Baxıram ki, burada x kubudur. Məsələn, buradan y variantında x 49-a bərabər olacaq. Burada tənin bir kökü olacaq. Burada x kubu, məsələn, 49-dan 3-cü dərəcədən kök çıxmır. Ona görə A ilə B, C ola bilməz. B ilə D arasında qaldım. B variantını əgər yazacaq olsam, 27-ci sualda, olacaq x kvadratı bərabərdir mənfi 0,49. Belə bir şey ola bilməz. Nəyə görə? Çünki heç vaxtı heç bir ədədin kvadratı mənfi eləyə bilməz. Amma x kvadratı bərabərdir 0,49 ola bilər. Nəyə görə? Çünki mənfi 0,7-nin kvadratı da 0,49 eləyir. Müsbət 0,7-nin kvadratı da 0,49 eləyir. Ona görə olacaq cavabım D variantı.
İndi baxıram 28-ci suala. 28-ci sualda da yenə adi burada kök altındadır deyə bu sizi çaşdırmasın. Elə fərz edin ki, biz normalda 4x bərabərdir 20 tənliyini necə həll eləyərdik? Yazardıq x bərabərdir 20 bölək 4. Bu da həmin qaydadadır. Sadəcə olaraq burada x kökün altındadır. Yazıram kök altında x bərabərdir 20 bölək 4. Kök altında x bərabərdir 5. İndi buna siz belə baxa bilərsiniz də. Hansı ədəd kökün altında 5 çıxır? Hansı ədəddən? Təbii ki, 25-dən 5 çıxır. Və yaxud da hər iki tərəfi kvadrata yüksəldir. Mən buradan x-i tapmalıyam. Əgər mən kökün altında x-dan x-i necə çıxartmışam? Bunu kvadrata yüksəltmişəm də. Bunu kvadrata yüksəltmişəmsə, avtomatik bərabərliyin digər tərəfində kvadrata yüksəltməliyəm. Bu halda da x-i olmalıdır 25. 29-cu sualda da həmin qaydada. 5 vuraq. Baxın, indi mən kök altında y yazıram. Bərabərdir 15 bölək 5. Kök altında y bərabərdir 3. Təbii ki, hansı ədəddən kökün altında 3 çıxır? Təbii ki, 9-dan. Yəni, Y variantı. 30-a baxıram. Dəyişənin hansı qiymətində kəsrin qiyməti 0-a bərabərdir? Bu tip suallarda həmişə əgər sizə dəyişən veribsə hansı qiymətində kəsrin qiyməti 0-dır soruşursa, siz sadəcə sürətlə gedə bilərsiniz. Yazıram sadəcə sürəti. Çünki kəsrin sürəti elə 0-dırsa, demək bu kəsrimizin qiyməti 0-a bərabər olacaq. Məsələn, mən məxrəci 0 eləyə bilmərəm. Çünki kəsrin məxrəci 0 ola bilməz. Mən bərabər edirəm 0-a. Buradan 4x bərabərdir. 2 bərabərliyin digər tərəfinə mənfi ilə keçir. X bərabərdir mənfi 2 bölək 4. Buradan da bərabərdir mənfi 2-də 1. Mənfi 2-də 1 də elə mənfi 0,5 deməkdir. Yəni 30 B variantı. Baxıram 31-ci suala. 31-ci sualda da yenə 3 çıxaq 9a bərabərdir 0, 3 bərabərdir 9a. Baxın uşaqlar, mən mənfini digər tərəfə keçirdim. Nəyə görə? Görürsünüz, hər iki ədədim müsbət olsun deyə. 3 o tərəfə də keçirə bilərdim. Hər iki tərəfdə mənfi olacaqdı. Düzdür, onda yenə də həll eləmək olardı, amma bəzi uşaqlarda o çaşqınlıq yaradır deyə mən bir qayda olaraq demişəm ki, hansı mənfidirsə, onu keçirin digər tərəfə. O zaman müsbət ədədlərlə işləyəsiniz. Amma təbii ki, yenə mənfi və müsbəti bilmək lazımdır. İndi gəlin baxaq. Buradan 9-a A nəyə bərabər olacaq? 3-ü bölürəm. Təbii ki, 9-a. Bu da bərabərdir 3-də 1. Elə bil ki, 3-ə ixtisar elədim. Bu da olacaq D variantı. 32-ci sual. Tənliklərdən neçəsinin həqiqi kökü yoxdur? Uşaqlar, ümumiyyətlə belə yadınızda saxlayın. Gəlin elə 2 dənəsinə baxaq. 32-ci sual. Baxın uşaqlar, x kvadratı çıxaq 9 bərabərdir 0. Mən bunu yazsam, yazıram çıxaq 9 bərabərdir 0. Bir də bizə verib ki, ikincidə x kvadratı üstə gələk 9 bərabərdir 0. Burada nə olacaq? Baxın, yazıram x kvadratı burada nəyə bərabərdir? 9 bərabərliyin digər tərəfinə keçəndə işarəsi dəyişir də, olacaq müsbət 9. X da bərabərdir 9-dan, yəni hansı ədədin kvadratı 9 edir? Yəni 9-u kökün altına salıram. Burada olacaq müsbət mənfi 3. Nəyə görə? Mənfi 3-ün də kvadrat 9 eləyir, müsbət 3-ün də. İndi burada bizdən onu soruşmur. İndi baxın, bu tərəfdən nə olacaq? X kvadratı bərabərdir yenə. 9 bərabərliyin digər tərəfinə mənfi ilə keçir. Olur mənfi 9. Heç bir ədədin kvadratı mənfi eləyə bilməz. Ona görə bu tərənin kökü yoxdur. Biz bu qaydada nəzərə alaraq baxacağıq ki, baxın, indi tutaq ki, hansı da kvadrat üstə gələk ədəd bərabərdir 0-dırsa, biz onu deyəcək tənin həqiqi kökü yoxdur. Bu da olacaq 4 və 5 və 2-ci, yəni ikisinin. Bu da olacaq 32 Y variantı. İndi üçüncüdə bəziləri fikirləşə bilər ki, elə fikirləşənlər var, çünki məsələn, x kvadratı çıxaq 5 bərabərdir 0, x kvadratı bərabərdir 5. Bəzi uşaqlar fikirləşir ki, axı 5 heç bir ədədin kvadratı deyil, deməli bunun da kökü yoxdur. Amma əslində elə deyil. Məsələn, mən x-in yerinə kök altında 5 yaza bilərəm. Məsələn.
Məsələn, yox, həqiqətən də x kök altında 5-dir. Bu halda x kvadratı nə olacaq? Kök altında 5-in kvadratı da. Həqiqətən də kök altında 5-in kvadratı elə 5 eləyir. Bu da oldu bizim növbəti qaydamız. Yenə neçəsinin həqiqi kökü yoxdur. Bunun həqiqi kökü yoxdur. Çünki x kvadratı bərabər olacaq -5-ə. Heç bir ədədin kvadratı mənfi eləyə bilməz. Sadəcə birinin, bir də 5-cinin kökü yoxdur. Yəni ikisinin. Baxıram 34-cü suala. 34-cü sualda baxın, x çıxaq 3-ün mötərizə kvadratını vurub açıram. Müxtəsər vurma düsturundan. Bu düsturu hər kəs bilməlidir. Çıxaq 1-ci ilə 2-cinin hasilini 2 misli eləyəcək 6x üstə gəl 9. Üstə gəl 6x, onu da bu tərəfə keçirirəm mənfi ilə. Çıxaq 10 bərabərdir 0. X-lar 1 toplanır, ədədlər 1. X kvadratı. Baxın uşaqlar, 6x mənfi, 6x müsbət. Bunlar gedir. 9-dan 10 çıxıram, eləyir -1. Bərabərdir 0. X kvadratı bərabərdir 1. X da bərabərdir müsbət -1. Həm müsbət, həm -1-in cəmi elə eləyəcək 0. Yəni eyni bir ədəd müsbət və mənfini toplayanda təbii ki 0 eləyir. Baxıram 35-ci suala. Yenə müxtəsər vurma düsturundan əvvəlcə mötərizəni açıram. Yazıram x kvadratı üstə gərək 4x üstə gərək 4. Çıxaq 4x. İndi deyəsiniz ki, bunu hardan aldı? Uşaqlar, bu müxtəsər vurma düsturudur. Yəni siz artıq kvadrat tənlikdəsiz. Tənliklər bir məşğullu tənliklər mövzusundasınızsa, siz yəqin ki, müxtəsər vurma düsturunu bilirsiniz ki, bura qədər gəlmisiniz. Ona görə mən onu yəni təzədən sizə müxtəsər vurma düsturunu burada demirəm. Aha, nəysə. İndi 13-ü də bu tərəfə keçirəm mənfi. Amma bəzi xırdal detalları deyirəm yenə də. Baxın, 4x müsbət, 4x mənfi getdi. X kvadratı. Müsbət 4 çıxaq 13. Böyükdən kiçiyi çıxıram. Olacaq 13-dən 4 çıxıram. Olacaq mənfi ilə. 9 bərabərdir 0. X kvadratı bərabərdir 9. X da bərabərdir mənfi və müsbət 3. Nəyə görə mənfi müsbət? Çünki mənfi 3-ün kvadratı da 9 eləyir. Müsbət 3-ün də kvadratı 9 eləyir. Köklər cəmi soruşduğuna görə mənfi 3-lə müsbət 3-ü toplayanda təbii ki, cavabımız eləyəcək 0. 36-cı suala baxırıq. Tənliyi həll edin. Bu tip tənlikdə uşaqlar baxın, bu natamam kvadrat tənlik sayılır. Yəni burada c-si yoxdur. İndi biz bunu nə edə bilərik? Bu tip tənliklərin həmişə köklərindən biri 0 olur. Köklərindən biri 0 olur və digər kökü tapmaq üçün biz belə eləyirik. Mənfi b bölək a düsturundan istifadə edirik. Bu da nə olacaq? İndi x1-in bərabərdir 0. x2-ni tapıram. x2 bərabərdir mənfi b bölək a. Baxın, b-nin yerində 20 dayanıb. Bu bərabərdir mənfi 20 bölək a-nın yerində 4 dayanıb. 4. Bu da olacaq mənfi 5. x1 də 0-dır. Bu da olacaq 0 və mənfi 5. Yəni A variantı. Baxıram 37-ci suala. Yenə həmin qaydada. Natamam kvadrat tənlikdə c-si yoxdur. C 0-dırsa, tənliyin köklərindən biri hər zaman, bu tip tənliyin köklərindən biri hər zaman 0 olur. Digər kökü isə bərabər olur mənfi x-in qarşısındakı ədəd bölək x kvadratın qarşısındakı ədəd. Bu da olacaq mənfi 12 bölək 3 bərabərdir mənfi 4. Deməli 0 və mənfi 4 olacaq. Yəni Y variantı. Tənliyin kökləri hasilini tapın. Bu Viet teoremidir. Ümumiyyətlə qayda olaraq belə yazırsınız. Tənliyin kökləri hasili hər zaman, baxın burada sərbəst duran həddə bərabərdir. İşarəsi də nəzərə alınmaqla müsbət 8 olacaq. Bu da. Kökləri cəmini soruşur. Kökləri cəmini soruşursa, yenə biz burada nə edirik? Kökləri cəmi mənfi b bölək a olacaq. Yəni, baxın, olacaq x1 üstə gəl x2
2 bərabərdir mənfi. Baxın 4. 4 müsbət olduğuna görə mənfisini yazıram. 4 bölək 2. Bu da olacaq mənfi 2. Yəni C variantı. 39C. İndi baxıram 40-cı suala. 40-cı sualda yenə köklər hasilini soruşur. Köklər hasilini taparkən biz nəyə baxırıq? Uşaqlar, ümumiyyətlə baxın, bayaq mən dedim, kökləri hasili buradakı sərbəst duran həddə bərabərdir. Nəyə görə elə dedim? Çünki burada x-in qarşısında əmsal yox idi. Əgər x-in qarşısında əmsal olsaydı, mən həmin əmsala bölərdim. Amma görürsünüz, burada x, daha doğrusu x kvadratının. Amma burada x kvadratının qarşısında əmsal var. Ona görə mən mütləq hasilini tapanda və yaxud da cəmini tapanda bu ədədə bölməliyəm. Ona görə mənfidirsə mənfi, müsbətdirsə müsbət. Yəni kökləri hasilində qaydamız bu da olacaq mənfi 7 bölək 2. Bu da olacaq mənfi 3/5. Yəni A variantı. Baxıram 41-ci suala. 41-ci sualda təni həll eləyəndə onsuz da köklərindən biri uşaqlar 0 olacaq. Digər kökü tapmaq üçün də yenə baxıram natamam kvadrat tənlikdir. x2 də olacaq mənfi 1 bölək 2. Daha doğrusu mənfi 1 bölək A. Bərabərdir. Mənfi, baxın, mənfi B nə deməkdir? Əgər burada B mənfidirsə müsbətini yazırıq, müsbətdirsə mənfisini. İndi gəlin belə eləyək də mənfi 0,2 bölək 1. Yəni 2 dənə mənfidir, bunları belə gedir. Olur elə müsbət 0,2. Köklərindən biri 0-dır, biri də 0,2-dir. Bu da olacaq B. Belə də baxa bilərsiniz uşaqlar bu tənliyə. Məsələn, x kvadratında x-i mötərizə xaricinə çıxartsam, yazıram x çıxaq 0,2 bərabərdir 0. Buradan x bərabərdir 0, birinci kökü. Bir də mötərizənin içini 0-a bərabər edirəm. x çıxaq 0,2 bərabərdir 0. Buradan da x bərabərdir 0,2. Əgər düstur yadınızdan çıxsa, bu yolla da hesablaya bilərsiniz. Baxırıq 42-ci suala. Köklər cəmi soruşur. İndi vurub açıram. Olacaq x kvadratı çıxaq 5x üstə gələk 4. 4 bərabərliyin digər tərəfindən bu tərəfə toplama ilə keçir. Bərabərdir 0. Kökləri cəmi əks işarə ilə baxın bu b-yə bərabərdir. 5 mənfidirsə, təbii ki, müsbətinə bərabər olacaq. Yəni, baxın, x kvadratın qarşısında da əmsal olmadığına görə elə əksinə bərabər elədim. Bu da olacaq, deməli, B variantı. İndi baxıram 43-cü suala. Kökləri cəmini soruşur. Yenə mötərizəni vurub açıram. X kvadratı çıxaq 4x. Mənfi 3 bu tərəfi müsbət 3 kimi gəlir. Bərabər edirəm. 0-a kökləri cəmi əks işarə ilə x-in qarşısındakı ədədə bərabərdir. Yəni, müsbət 4-də. 4 mənfidir, amma biz müsbətini. Əksi isə 4-ün müsbət 4 olduğuna görə olacaq Y variantı. 44-cü sual. M-in hansı qiymətində M qız üstə gəl 24 tənin həlli yoxdur? Ümumiyyətlə, sizə hər hansısa bir dəyişən verəndə, hansı qiymətində həlli yoxdur deyəndə, siz həmişə x-in qarşısındakı ədədi və yaxud da ki, ifadəni 0-a bərabər edirsiniz. Çünki siz elə eləməlisiniz ki, x 0 olsun. Yəni, həmin ədədə vuranda 0 eləsin. Məsələn, mən ancaq M-ə 0 verərəmsə, tənin həlli olmaz. Olar 0 vuraq x üstə gəl 24 bərabərdir 0 olar. İndi bu hardan gəlir? İndi mən yazdım burada M bərabərdir 0. Nəyə görə? Necə olur ki, tənin həlli olmur? Burası 0 olur. Olacaq 24 bərabərdir 0. Belə bir şey ola bilər. Görürsünüz, nə mənasız bir şey alındı. Ona görə x-in qarşısındakı ədəd heç vaxt 0 ola bilməz. 0-dırsa, təbii ki, deməli, tənin həlli yoxdur. Yenə A-nın hansı qiymətinə tənin, burada deyir köklər, kökü 2-yə bərabər. Tənin kökü deyəndə biz nə nəzərdə tutuluruq? X-i nəzərdə tuturuq da, X tənin köküdür. Bu halda özü verib ki, tənin kökü 2-yə bərabərdir. Nə edirəm? X-in yerini 2 yazıram. A çıxaq 7 vuraq 2 bərabərdir 8. Mötərizəni vurub açıram. A-nı 2-yə vururam. Olur 2A çıxaq 7-ni 2-yə vururam 14. Bərabərdir 8.
2a bərabərdir 14 8-in yanına işarəsini dəyişir, toplama ilə gedir. Olur 8 üstə gələk 14. 2a bərabərdir 22. A da bərabərdir 22-ni bölürəm 2-yə 11. Yəni D variantı. 46-cı sual deyir ki, A-nın hansı qiymətində A çıxaq 7, daha doğrusu A çıxaq 1x tənin həlli. Tənin həlli yoxdur soruşur. X-in qarşısındakı ifadəyə baxıram. Baxın, bura ümumi şəkildə ifadədir. Mən A-nı 0-a bərabər eləmirəm. A çıxaq 1-i 0-a bərabər edirəm. Yəni ümumilikdə bu ifadəni mən X-in qarşısındakı ifadəni 0-a bərabər edirəm. Yazıram A çıxaq 1 bərabər 0. Buradan da A bərabər olacaq. Bir bərabərliyin digər tərəfinə keçir, olur müsbət. Deməli, A-nın 1 olduğu qiymətdə if tənin həlli yoxdur. Çünki uşaqlar A1 olanda, daha doğrusu A bərabərdir. Mən x yazmışam. A1-ə bərabər olanda yerinə qoysam olacaq 1 çıxaq 1, vuraq x bərabərdir 4. Bura olacaq 0, vuraq x bərabərdir 4. Elə bil ki, olur 0 bərabərdir 4. Belə bir şey ola bilər? Xeyr, ola bilməz. Baxıram 47-ci suala. 47-ci sualda B-nin hansı qiymətində tənin həlli yoxdur soruşur. Bunu tapmaq üçün yenə x-in qarşısında olan ifadəni ümumilikdə 0-a bərabər edirəm. 2 çıxaq B bərabərdir 0 olur. Buradan 2 bərabərdir B olur. Yəni B də bərabərdir 2. Bu da olacaq D variantı. Baxın, mənfini digər tərəfə keçirdim. Hər iki tərəfdə də müsbət ədəd aldım. Yəni fərqi yox idi də uşaqlar. Yəni mənfi B bərabərdir, mənfi 2 ola bilərdi. Buradan da B bərabər olacaq 2-yə. Aha, indi baxırıq 48-ci suala. 48-ci sualda deyir ki, hansı qiymətində bu ifadənin qiyməti 2 dəfə böyük olar. Bu nə deməkdir? Yəni 2B üstə gəl 12 bərabərdir 3B çıxaq 15 vuraq 2. Ümumiyyətlə sizə verəndə ki, neçə vahid böyük olar, neçə dəfə böyük olar tipli suallarda siz nə edirsiniz? Dəfə deyəndə vurursunuz, vahid deyəndə toplayırsınız təbii ki, böyük olar sözünü işlədirsə. Bu tip suallarda böyük olar sözü varsa cümlənin axırında birinci gələn ədədi bərabər edirsiniz. İkinci gələn ədəd vuraq, vahid deyilsə vurursunuz dəfiyə həmin verilən ədədə. Vahid böyük olar deyəndə isə həmin ikinci ədədin üstünə gəlirsiniz, həmin o dediyi ədədi. İndi burada da nə edirik? 2B, ümid edirəm ki, fikrimi çatdıra bildim. Bərabərdir 2-ni vururam 3B-yə, olacaq 6B, çıxaq 2-ni vururam 15-ə, eləyəcək 30. B-lər bir tərəfə yığılır, ədədlər bir tərəfə. Baxın, mən böyük kiçiyin yanına gətirirəm. 12 üstə gəl 30 bərabərdir 6B çıxaq 2B. Burada olacaq 42 bərabərdir 4B. Buradan da B bərabərdir 42-ni bölürəm 4-ə. B də bərabər olacaq 10,5. Bu da olur B variantı. Baxıram 49-a. 49-cu sualda deyir 3 ədədin cəmi 30-dur. İkinci ədəd birinci ədəddən 4 dəfə böyük. İndi 3 dənə ədəd yazıram. Birinci ədəd, ikinci ədəd, üçüncü ədəd. Deyir ki, ikinci ədəd birincidən 4 dəfə böyük. Birinci x-dırsa, təbii ki, ikinci ədəd olacaq 4x. Üçüncüdən isə 6 vahid böyükdür. Bu üçüncüdən 6 vahid böyükdür. O deməkdir ki, yəni üçüncü bundan 6 vahid kiçikdir də. Üçüncü də olacaq 4x çıxaq 6. İndi bunları toplayıb 30-a bərabər edirəm. X üstə gəl 4x, üstə gəl 4x çıxaq 6. Bərabər edirəm 30-a. İndi uşaqlar, baxın, arada fərq yox idi deyə mən bunları mötərizədə yazmadım. Açıq şəkildə birbaşa yazdım. Əgər burada çıxma olsaydı, mən bunu belə yaza bilməzdim. Əvvəlcə mötərizədə yazardım, sonra işarəsini dəyişib mötərizəni açardım. Bura belə şeyə diqqətli olun. Bu x-ları bir toplayıram.
Olacaq 9x bərabərdir 30. Baxın 6 30-un yanına toplama ilə gedir. 9x bərabərdir 36. X bərabərdir 36-nı bölürəm 9-a 4. Bu ədədlərin hasilini tapın. X-im 4-dür. 4x-im olacaq 4 vuraq 4, yəni 16. 4x çıxaq 6 da olacaq 4 vuraq 4 çıxaq 6, yəni 16 çıxaq 6, yəni 10 eləyəcək. İndi bunların da hasili olacaq 4-dən 16 64, ona da vururam 640. Yəni bunları vururam. 4 vur 6 16 vur 10. Bu da olacaq 640. Yəni A variantı. Baxıram 50-ci suala. 50-ci sualda x kvadratı, baxın, yazıram bərabərdir. 5-i 4-ün yanına aparıram. 4 üstə gəl 5. Görsünüz, mənfidir, müsbətlə getdi. Buradan x kvadratı bərabərdir 9. X da bərabərdir müsbət və mənfi 3. İndi kiçik kökünü soruşduğuna görə mən mənfi 3 götürürəm. Böyük kökünü sorsaydı müsbət 3 götürərdim. Çünki mənfi 3-ün də kvadratı 9 eləyir, müsbət 3-ün də kvadratı 9 eləyir. İndi baxıraq 51-ci suala. 51-ci sualda x kvadratı çıxaq 3 bərabərdir 1. Buradan x kvadratı bərabərdir 1 üstə gəl 3. X kvadratı bərabərdir 4. X da bərabərdir müsbət mənfi 2. Kiçik kökünü soruşduğuna görə mənfi 2 götürürəm. Böyük kökünü sorsaydı müsbət 2 götürəcəkdim. Kökləri cəmində sorsaydı 0 götürəcəkdik. Neçə kökü var? Tənliyini soruşur. İndi gəlin görək neçə kökü var. Təbii ki, bu tənliyin kökü yoxdur. Nəyə görə? Nəyə görə? Çünki eyni bir x ədəd. Bax, ikisi də 3x-dır. Başqa da x yoxdur. Biri bərabərliyin bu tərəfindədir, biri digər tərəfindədir. Bunlar onsuz da islah olunacaq, x qalmayacaq. Deməli, o zaman biz də deyəcək tənliyin kökü yoxdur. Tənliyinin 53-cü suala baxırıq. Yəni, burada dedik, tənliyin kökü yoxdur. 53. 53-də uşaqlar nə edirik? Soruşur ki, tənliyin köklərinin kvadratları cəmini tapın. Kökləri cəminin kvadratını desəydi, mən bəlkə də tapa bilərdim. Amma deyir, kvadratları cəmini tapın. Mən indi burada nə edirəm? Baxın, mən baxıram ki, Viet teoreminə əsasən mən bilirəm ki, baxın, x kvadratın qarşısında da əmsal yoxdur. Mən bilirəm ki, x1 üstə gəl x2 əks işarə ilə b-yə bərabərdir. Burada da b müsbət 3-dür. Mən bərabər edirəm mənfi 3-ə. Tənliyin kökləri hasili isə x1 vuraq x2 bərabərdir. Elə olduğu kimi mənfidirsə mənfisə müsbətdirsə müsbətlə bu sərbəst həddə bərabərdir mənfi 1-ə. Mənə sorsaydı ki, kökləri cəminin kvadratını tapın. Elə mən bunu rahatca belə kvadrata yüksəldərdim. Yazardım ki, elə mənfi 3-ün kvadratı 9. Amma mənə deyir ki, kvadratları cəmini tapın. Bu nə deməkdir? Yəni, x1-in kvadratı üstə gəl x2-nin kvadratını tapın soruşur. Mən amma bilirəm ki, bunların cəmi mənfi 3-dür. Amma bilmirəm hansı neçədir də. Yəni, x1 neçədir, x2 neçədir. Bilmirəm ki, mən onları ayrılıqda kvadrata yüksəldim tapım. Bunun üçün mən nə edirəm? Mən bunu tapmaq üçün bildiyim qaydadan istifadə edirəm. Məsələn, məndən belə soruşsaydı, üstə gələk x2-nin kvadratı bu şəkildə soruşsaydı, mən rahat mənfi 3 kvadrata yüksəldib tapardım. Və mən bilirəm ki, bu düsturun açılışı nə idi? x1-in kvadratı üstə gələk, birinci ilə ikincinin hasilinin, yəni A üstə gəl B-nin mötərizə kvadratının açılışı idi. Yəni, 2 vuraq x1, x2, üstə gələk x2-nin kvadratı. Və mənə də burada nəyi verib? Bu olmasaydı, mən rahat tapa bilərdim də, elə deyil və bu düsturdan istifadə edərək. Bunun olmaması üçün mən bunu çıxmalıyam buradan. Bunun üçün nə edirəm? Yazıram x1 üstə gəl x2
2-nin mötərizə kvadratı çıxaq 2 vuraq x1 x2. Nəyə görə? Eləyirəm ki, mən bu olmasın, mən bunu rahatlıqla tapa bilirim. Mənə verilənlərdən istifadə edərək. İndi x1 üstə gəl x2 -3-dürsə, kvadratı da olacaq -3-ün kvadratı. Çıxaq, indi mən buranı yazdım. x1 x2, yəni 2 vuraq -1. Bərabərdir 9 üstə gələk 2 nəyə görə üstünə gəldim? Çünki mənfidir, bu da mənfidir. Olacaq müsbət 11. Yəni bu da olacaq Y variantı. 54-cü suala baxırıq. 54-cü sualda da indi köklərin kvadratları cəmini soruşur. Deməli, x1 üstə gəl. Baxın, görürəm ki, x kvadratın qarşısında əmsal var. Yazıram x1 üstə gəl, x2 bərabərdir -b bölək a. Yəni, -1 bölək a-nın yerində 3 dayanır. x1 vuraq x2 də bərabərdir -1-ə. Bayaqki qaydadan istifadə edərək yazıram. Yazıram -3-1-in kvadratı çıxaq 2 vuraq -1. Yəni, bunu düstur kimi yadınızda saxlayın ya da bunu yazın. Ümumiyyətlə, tənliyin köklərinin kvadratları cəmini soruşanda elə bu düsturdan istifadə edərək yaza bilərsiniz. Yəni, soruşurlar adətən bu formada soruşulur. Yəni, bunu düstur kimi əzbərləyirsiniz. İndi mən nə etdim? Yerinə qoydum. x1 üstə gəl x2-nin beləcə kvadratını yazdım. Sonra bunu kvadrata yüksəldim. Baxın, burada yazdım. Bərabər elədim. 2-ni vurdum x1 x2-yə. Bu da olacaq 9-da 1 üstə gələk 2. Bu da bərabərdir 9-da daha doğrusu uşaqlar üzr istəyirəm. Mən burada x1 x2-nin də məxrəcində 3 yazmalıydım. Mütləq x kvadratın qarşısına ədədə bölmək lazımdır. Burada da məxrəcdə 3 olacaq. Olacaq üstə gəl 3-də 2. Bu da olacaq. Deməli 9-da 7 Y variantı. Baxırıq 55-ci suala. 55-ci sualda da həmin qaydada yazırıq. Yenə mötərizəni vurub açırıq. 6-nı x-a vururam. 55-ci sualda. Olur 6x çıxaq. 6-nı vururam 4-ə. Olur 24 üstə gələk. 2-ni vururam x-a 2x üstə gəl. 2-ni vururam 5-ə 10 bərabərdir 18. Burada ədədləri bir tərəfə yığıram. X-ları 1, 6x ilə 2x edəcək 8x bərabərdir 18 orada yerində qalır. Burada olacaq 24 toplama ilə gəlir üstə. Gəl 24 10 müsbətdir deyə mənfi ilə gedir. Çıxaq 10. 8x bərabərdir. Olur 32. X da bərabərdir 4. Bu da olacaq D variantı. Baxıram 56-cı suala. 56-da mötərizənin içərisini açıram olduğu kimi. 8 çıxaq 2x çıxaq. Mötərizənin xərcində çıxma olduğuna görə mötərizənin içərisinin işarəsi əksinə olur, dəyişir. Olur 5, 4x çıxmadı deyə üstə gəlinən açılır, yazılır üstə gəl 4x. Nəyə görə? Mötərizənin xərcində çıxma var. Bərabərdir 17. X-lar bir toplanır. Mənfi 2x ilə müsbət 2x olacaq. Müsbət 4x olacaq 2x bərabərdir 17 orada qalır. 8 17-nin yanına çıxma ilə gedir. 5 isə toplama ilə gəlir. 2x bərabərdir 14. X da bərabərdir 7-yə. Yəni olacaq B variantı. Baxıram 57-ci suala. 57-ci sualda yenə vurub açıram olduğu kimi. 12x çıxaq 3 çıxaq. Baxın, çıxma var deyə mötərizənin içərisinin işarəsi dəyişir. Olur 8x çıxaq 5.
bərabərdir 32. Buradan 12x-dan 8x çıxıram, 4x. Mənfi 3-dən 5 çıxıram. Eləyir. Gəlin o tərəfə keçirək. Elə birbaşa sonra qarışdırmayasınız. Baxın, mənfi 3-dür. Bu tərəfə keçir müsbət 3-lə. Üstə gəl 3. Mənfi 5-də bu mötərizənin digər tərəfində müsbət 5 olaraq keçir. Buradan 4x bərabərdir 40. X da bərabərdir 10. Bu da olacaq C variantı. 58-ci sual. 58-ci sualda x kubu bərabər olacaq mənfi 27-yə. X da bərabərdir. Bu x kubu yəni hansı ədədin kubu 27 eləyir deməkdir. Bu da olacaq elə mənfi 3. Çünki yəni mənfidir ki, elə kubu da mənfi eləyib. Ümumiyyətlə tək dərəcədən qüvvətdirsə, yəni mənfi ola bilər. Bu da olacaq deməli C variantı, yəni mənfi 3. M-in hansı qiymətində mx kvadrat təhlilin köklərindən biri 2 olar? Təbii ki, bu tip suallarda x-a 2 verirsiniz. Bu olacaq mx kvadratı olacaq əgər x-ım 2-dirsə m vuraq 2-nin kvadratı üstə gəl. Yenə x-a 2 verirəm. 2 çıxaq 8m üstə gələk. 4 bərabərdir 0. Burada olacaq 4m üstə gələk. 2 çıxaq 8m üstə gəl. 4 bərabərdir 0. İndi m-ləri bir tərəfdə saxlayıram. Ədədləri bir tərəfə yığıram. 4m-dən mənfi 8m eləyəcək mənfi 4m bərabərdir. 2-nin üstünə 4 gəlirəm. Eləyir 6. Bu tərəfə də mənfi 6 olaraq keçir. M də bərabərdir. Mənfi 6 bölək mənfi 4. Mənfilər gedir. Bu da eləyəcək. Burada 2, burada 3. Bu da eləyəcək 1 tam 10-da 5. Yəni 59 olacaq A variantı. 60-cı sual. Yenə x-a verirəm 2. Daha doğrusu 1. Təhlilin köklərindən biri 1 olar soruşur. Bu olacaq m vuraq 1-in kvadratı. O da eləyir elə m. Baxın, yazıram m vuraq 1-in kvadratı. Üstə gəl 1. Yazıram üstə gəl 1 çıxaq 6m. Üstə gəl 4 bərabərdir 0. Mənfi 6m-dən m eləyəcək mənfi 5m. 1 ilə 4 eləyir müsbət 5. Bərabərliyin digər tərəfinə mənfi olaraq keçir. M də bərabərdir. Mənfilər gedir. Və yaxud da belə fikirləşə bilərsiniz. Mənfi 5-i böləcək mənfi 5-ə. Mənfi mənfiyə böləndə eləyir elə müsbət. 5-i də 5-ə böləndə 1 qalacaq. Bu da olacaq 60 C variantı. 62-ci suala baxırıq. 62-ci sualda uşaqlar, bax, çarpaz vururam 8-i 2-yə. Olacaq 14 üstə gəl x bərabərdir 16, x bərabərdir 16 çıxaq 14, x da bərabərdir 2. 2-dən də 3 vahid olan kök, təbii ki, 2 üstə gəl 3 olacaq, bu da olacaq 5, yəni C variantı. 60, hə, bu 61 idi. İndi 62-yə baxıram. 4-ü 5-ə vururam çarpaz şəkildə. Bu zaman olacaq 15 üstə gəl x bərabərdir 20. Daha doğrusu üstə gəl. X bərabərdir 20 çıxaq 15. X da bərabərdir 5. 5-dən də 10 vahid kökü soruşduğuna görə yazacağım 5 üstə gəl 10, yəni 15. 63-cü sual. 63-cü sualda nə edirik? X mənfidir. Yaxşı, gəlin x-i bu tərəfdə saxlayaq. Mənfi 1002x bərabərdir 1000 çıxaq 2002. Mənfi 1002x bərabərdir. 1000-dən 2002 çıxanda böyükdən kiçik çıxıb mənfi yazıram. Olacaq mənfi 1002 x da bərabərdir mənfi 1000. 2 bölək mənfi 1002. Buradan da nə alacaq? Əlbəttə ki 1. Yəni B variantı.
64-cü sual. 64-cü sualda x üstəgəl 0.5-i 10.5 kimi yazıram. Bərabərdir. 0-dan dövrdə 7-dir. Bunda yazıram 9-da 7. Ümumiyyətlə dövrdə olan ədəd dövrdən çıxardanda məxrəcə mötərizədəki ədədin sayı qədər 9 yazmaq lazımdır. Buradan x bərabərdir 9-da 7, 10'da 5 digər tərəfə çıxma ilə keçir. Çıxaq 10'da 5. Bu da bərabərdir. Ortaq məxrəcim 90-dır. Əgər ortaq məxrəci 90 götürdümsə, surəti yazmaq üçün belə çarpaz vururam. 7-ni vururam 10'a, eləyəcək 70. Çıxaq 9'da vururam 5'ə, 45. Bərabərdir 90'da, 70'dən də 45 çıxanda 25 bərabərdir 5'ə ixtisar eləyəndə. Burada 5 qalır, burada 18. Bu da olacaq 18'də 5. Yəni 64 olacaq B variantı. 65-ci sual. 65-ci sualda tənliyi həll edək. Baxın, x-ləri bir tərəfə yığıram, ədədləri bir tərəfə. 0.3, 0.8-in yanına işarəsini dəyişib gedir. Olur 0.8 x çıxaq 0.3 x bərabərdir. 0.6 yerində qalır. 0.9 mənfidir deyə bura müsbətlə gedir. Olur üstəgəl 0.9. Yəni bu şəkildə yazıram. 10.8-dən 10.3 çıxanda eləyəcək 0.5 x bərabərdir. Bunları da toplayanda eləyəcək 1.5. X da bərabərdir 1.5-i bölürəm 0.5-ə. Bu da yəni 15-i bölürəm 5-ə, yəni 3. X da oldu 3. Yəni Y variantı. Baxırıq 66-cı suala. 66-cı sualda deyir ki, ədədin üzərinə özünün 40%-ni və 36 əlavə etdikdə 205 alınır. Ümumiyyətlə faizi bilirsiniz. Ədədin üzərinə ədədin 30%-ni gəlməyin iki yolu var. Ya yaza bilərsiniz x üstəgəl 1.3 x. Baxın, tutaq ki, bu ədəddir də x-dir. X-in 30%-ni necə taparsınız uşaqlar? X-i vurarsınız 30-a, bölərsiniz 100-ə də elə. Burada da ixtisar gedir. Sıfırlar gedir yəni. Olur 3x bölək 10. Bu nə deməkdir uşaqlar? 10'da 3x-dir də. Bu da 0 daha doğrusu bu ədədin faizidir də burada. 0,3x olur bu. İndi biz burada ədədin 30%-ni tapdıq da. Ədədin özü də x-dir. İndi mən ədədin üzərinə ədədin 30%-ni gəlirəm. Ədədin 30%-ni də baxın burada tapdım. Tapdım ki 0,3x-dir. X-in üstünə gəlirəm 0,3x bərabərdir 1,3x. Baxın uşaqlar, yəqin ki, başa düşdünüz. Deyir ki, ədədin üzərinə özünün 30%-ni gəlirik. Mən ədədi x götürmüşdüm. X-in 30%-ni tapıb üzərinə gəldim həmin ədədin. 30%-ni əlavə elədim, bunu gəldim. Və deyir, əlavə olaraq da 36 əlavə etdikdə. İndi mən nə edirəm? 1.3x üstəgəl 36 bərabərdir 205. 1.3x bərabərdir 205'dən çıxıram 36-nı. 1.3x bərabərdir 169. X da bərabərdir 169'u bölürük 1,3'ə. O da eləyəcək 130. Yəni olur burada C variantı. 67-ci sual. 67-ci sualda uşaqlar biz nə edirik? Baxın moduldadır. Mən baxın bu 2-ni bu tərəfə aparıram, məxrəcə düşürəm. Bax 11/2 yazıram. Burada olacaq modulda x çıxaq 4 bərabərdir 11 çıxaq daha doğrusu bölək 2. Modulda x çıxaq 4 bərabərdir 5,5. İndi uşaqlar bu ədəd moduldadır da. Yəni bu modul içərisində mənfi də ola bilər, müsbət də ola bilər. Yəni mən bunu 2 yolla yaza bilərəm. Ya bir dəfə x çıxaq 4-ü mənfi 5,5-ə bərabər eləməliyəm. Bir dəfə də müsbət 5,5-ə bərabər eləyə bilərəm.
Və yaxud da yaza bilərəm bir dəfə x çıxaq 4, bir dəfə 4 çıxaq x yaza bilərəm. Gəlin belə yazaq da. Bir dəfə yazaq x çıxaq 4 bərabərdir 5,5. Bir dəfə də yazaq 4 çıxaq x. Yoxsa bir dəfə mənfi yazaq. Yaxşı, gəlin bir dəfə də mənfisini yazaq. Gəlin bir dəfə də 4 çıxaq x yazaq. Belə daha uyğun olar. İndi burada nə olur? X bərabərdir 5,5-in üstünə gəlirəm 4. X bərabərdir 9,5. Bu tərəfdə nə olacaq? Mənfi x burada qalır, bərabərdir 5,5-dən çıxıram 4-ü. Mənfi x bərabərdir 1,5. X da bərabərdir. Mənfisini 1,5-ə verir. Olur mənfi 1,5. Bu da olur 9,5 və mənfi 1,5. Yəni 67 B variantı. İndi baxırıq 68-ci suala. Gəlin əvvəlcə mötərizəni vurub açaq. 3-ü vuran 4A-ya. Olacaq 12A üstə gəl 3-ü x-a vuran. 3x çıxaq 4 bərabərdir. 4A-nı 3x-a vuranda eləyəcək 12A. X çıxaq 4A-nı 1-ə vuranda eləyir 4A. İndi qruplaşdıraq. Elə x-i qabağa, yəni elə eləyək ki, x-lar bir yerdə olsun, sərbəstlər bir yerdə. X üstə gələk 12A çıxaq 4. Baxın, x-la digər hədləri ayırdım. Bərabərdir 12A, x çıxaq 4-a. İndi bu tənin sonsuz sayda həll olması üçün x-ların qarşısındakı əmsallar bir-birinə bərabər olmalıdır. Digərləri də ayrılıqda bir-birinə bərabər edirəm. Burada birinci halda nə olacaq? Deməli, yazıram əvvəlcə. Baxın, bu 3x-i görürsünüz, x-lar bir-birinə bərabər yazıram. Yazıram 3x bərabər 12a x. Baxın, x-lar gedir. Hər iki tərəfdə x var. Buradan 3 bərabərdir 12a olacaq. A bərabərdir 3 bölək 12. Bu da bərabərdir 4-də 1. Digərlərində bir-birinə bərabər eləsək, yenə də eyni ədədi biz almış olacaq. Yenə uşaqlar, indi bu tərəf bərabər edirəm. Yazıram 2a çıxaq 4. İşarələrini mütləq nəzərə almaq lazımdır. Baxın, bu mənfi 4a olduğuna görə bərabərdir mənfi 4a yazıram. Bu 4 bərabərliyin digər tərəfinə keçir. Mənfi 4a-da 2a-nın yanına gəlir. Toplama ilə gəlir. Hər birinin işarəsi dəyişir. Olur 2a üstə gəl 4a bərabərdir. Mənfi 4 olur müsbət 4. Burada olacaq 6a bərabərdir 4. Daha doğrusu 12a-dır burada. Uşaqlar 12a. 16a bərabərdir 4. A da bərabərdir 4 bölək 16. Bu da 4-də 1-ə bərabər olacaq. Bu da olacaq cavabım 4-də 1. Yəni Y variantı. Hansı qiymətindəki tənin həlli yoxdur? Həlli yoxdur deyəndə də nə edirik? X-in qarşısındakı ifadəni 0-a bərabər edirik. A çıxaq 5 bərabərdir 0. A da bərabər olacaq 5-ə. Yəni, bu da olacaq B variantı. Baxıram 70-ə. 70-də də, baxın, uşaqlar, modulun içərisindədir. Bir dəfə yazıram x çıxaq 4 bərabərdir, x üstə gəl 3. Bir dəfə də yazıram 4 çıxaq x bərabərdir, x üstə gəl 3. X çıxaq 4-dən x-lar bir tərəfə yıxsam, baxın, ikisi də müsbətdir. Elə bir olacaq x çıxaq x bərabərdir 3 üstə gəl 4. Bu tərəf 0 olacaq, 0 bərabərdir 7, bu da ola bilməz. Yəni x olmur da. Elə bəri başdan baxanda görürük ki, bu tənin həlli yoxdur. İkincidə nə olur? Mənfi x, bu birisi x, bu x-in yanına gəlir. Görürsünüz, hər iki tərəfdə işarələri əksdir deyə artıq burada 0 olmayacaq. Bərabərdir 3 çıxaq 4. Burada mənfi 2x bərabərdir mənfi 1. X da bərabərdir mənfi
Yəni bax mənfilər gedir. Bu da olacaq 2-də 1. Yəni 0,5. Bu da olacaq. Deməli Y variantı. Belə şagirdlər bu qədər. Onu da qeyd edim ki, əgər bizim dərslərimizə qoşulmaq istəyirsinizsə, burada qeyd olunan nömrə ilə əlaqə saxlayaraq 312 27 18 nömrəsi ilə əlaqə saxlayaraq dərslərimiz haqqında məlumat əldə edə bilərsiniz. Əgər izahlar davamının gəlməyini istəyirsinizsə, kanalıma abunə olub, videoları bəyənib rəy yaza bilərsiniz. Bundan sonraki mövzunun izahı hansından olsun istəyirsinizsə, yorumlara yaza bilərsiniz. Mən də çoxluğu nəzərə alaraq həmin istəyə görə növbəti videonu sizlər üçün təşkil edəcəm. Sağ olun, gələn dərs görüşərik. Hələlik.